Bu günləri 27 sentyabrdır və artıq 5 ildir ki, bizim zəfərimizin üzərindən keçir. Zəfər asanlıqla əldə edilmir. Təbii ki, ilk öncə zəfər Allahdandır və sonra isə o zəfər üçün döyüşən Azərbaycan ordusu, Azərbaycan əskəri, Azərbaycan zabiti idi. 5 il ötüb və bu günləri artıq tamamilə fərqli bir vəziyyət var hər iki tərəfdə və təbii ki, üstünlük Azərbaycandadır. Azərbaycan öz doğma yurdunu, Qarabağı geri qaytardı. Azərbaycan bunun üçün 44 gün döyüşdü. Amma mən xatırlayıram 5 il bundan əvvəl, yəni 27 sentyabr, hətta 26-sından 27-sinə keçən sentyabr gecə saatlarında artıq Bakı ərazisində interneti qismən məhdudlaşdırdılar. Yəni açıq-aydın internet fəaliyyətində problemlər yaşandı. Təbii ki, o gecə saatlarında heç kim bilmirdi ki, artıq Səngəldə, cəbhə bölgəsində vəziyyət gərgindir, müharibə başlayır, düşmən atəşkəsi pozur, düşmən təxribat törədir. Bunu heç kim bilmirdi və 27 sentyabr artıq səhər saatlarında Azərbaycan Milli Ordusu bunu məruzə etdi xalqına, dövlətinə və bizləri məlumatlandırdı ki, vəziyyət budur, düşmən təxribat törədir və atəşkəsi pozaraq hücumlar etməyə çalışır. Təbii ki, mən şəxsən özüm düşünürdüm ki, o ərəfələrdə ki, bu döyüşlər 10 gün olar, bir həftə olar, amma daha çox olmaz. Çünki düşündüm ki, aprel döyüşləri kimi olacaq, amma xeyr, bu günü-gündən uzandı, günü-gündən vəziyyət daha da gərginləşdi və ən əsası da ki, bilirsiniz, günü-gündən itkilərin sayı artırdı, təəssüflər olsun. Müharibədir, yəni müharibədə itki olur, itkisiz döyüş olmur, bu aydın məsələdir. Amma təbii ki, biz istəməz idik ki, bizim şəhidlərimiz olsun, amma düşünürəm ki, o şəhidlər olmasaydı da, bu günləri Qarabağ bəlkə də bizdə olmazdı. Çünki Azərbaycan oğulları idi ki, irəli atılırdı düşmənin başını əzmək üçün və onu məhv etmək üçün. Amma nəticə bizləri tam olaraq sevindirə bilmədi, təbii ki. Əslində, bilirsiniz, burada bir məsələ var ki, itkilər olduqca Azərbaycan tərəfi, yəni Azərbaycan gəncləri, ümumiyyətlə Azərbaycan xalqı daha çox bir-birinə bağlanırdı və bütün dünya məncə görür internetdə kadrları ki, siravi vətəndaşlar, yəni xalq necə öz əskərinə, zabitinə və eləcə də ön cəbhədə döyüşən şəxslərə dəstək olur. Yəni xalq həqiqətən də sözün əsl mənasında birləşdi və dayanmadan dəstəklər etməyə başladı milli orduya. Amma sizi inandırım ki, yəni heç milli ordu bu dəstəyi nə tələb etmişdi, nə istəmişdi. Yəni könüllü baş tutan bir əməliyyatlar idi xalq tərəfindən. Kimin əlindən nə gəlirdi, kömək edirdi. Və bu təbii ki, cəbhə bölgəsində döyüşənə böyük bir motivasiyadır. İllər bundan öncə, yəni müharibədən bir xeyli əvvəl hətta mən Ağdamdaydım və orada bir müşahidə nöqtəsindən qarşı tərəfə baxdım. Düşmənin işğalı altında olan Ağdama baxdım, yəni düşmən tərəfdə olan Ağdama və gördüm ki, onlar necə də gözəl yaşayırlar. Meşələr, gözəl evlər, təbiət. Yəni bizim aramızda minimum, mən sizə minimum deyirəm, 1 kilometr fərq var idi və mən bunu görürdüm və düşünürdüm ki, görəsən nə vaxtsa o bizə geri dönəcəkmi? Sözün açığı mən inanmırdım. Nəyə görə inanmırdım? Çünki 30 il zarafat deyil. Təbii ki, mən Ağdamı qarşı tərəfini görəndə 30 il deyil idi. Biraz az idi. Amma yenə də yəni düşünürdüm. Və o ərəfələrdə mənim komandirim bir gözəl söz ifadə etdi, işlətdi. Bax, o sözü mən hətta 44 günlük müharibədə də çox düşündüm. O dedi ki, tək mənə demədi, əskərləri dedi, biz cəbhə bölgəsində xidmət edirdik, Səngəldə. Döndü dedi ki, siz
qarşınızda olandan qorxmayın. O sizdən qorxur. Təbii ki, biz qorxmuruq, amma bir maraq oldu məndə sual vermək istədim ki, bəs cənab komandir, qarşı tərəfdəki nəyə görə qorxur? Axı hücum edən odur, işğal edən odur. O çox gözəl bir söz işlətdi. Dedi ki, o sənin torpağındadır və o səndən hər an hücum gözləyir. Ona görə də o səndən qorxur. Sən onun torpağında deyilsən. O müdafiədədir, sən hücumdasan. Bu sözün özü mənə çox təsir etdi həqiqətən. Sizi inandırım ki, qorxu yox idi. O sözdən sonra ümumiyyətlə, yəni tam rahat idim mən cəbhə bölgəsində və hətta bəzən elə düşünürəm ki, qarşımda duran düşmənim deyil, ümumiyyətlə heç kimdir. Yəni istəyəndə gedərəm ora, oturaram o evlərdə də, qarşıdakı evlərdə və s. 44 günlük müharibə bunu göstərdi. Ali Baş Komandan, Azərbaycan Milli Ordusu, Azərbaycanın 44 günlük vətən uğrunda şəhid olanlar, veteranlar, qazilər, bunlar hamısı birlikdə bir qrup şəklində göstərdilər ki, bəli, düşmən qorxmalıdır, düşmən qorxur və düşmən bizim torpağımızda oturub, öz torpağında deyil və bunu sübut etdilər. Dediyim kimi, itkilər təbii ki, istəməz idik olsun, amma bu müharibədir. Allah ölənlərə rəhmət etsin, yaralılara, qazilərə şəfa versin, səbir versin. Bu zəfər ilk öncə Allahdan idi və sonra isə bizim milli ordumuzdan. Dayanmadan döyüşdülər və buna dəlil kadrlar var döyüş meydanından və bu da onu göstərir ki, həqiqətən də Azərbaycan ordusu, nəinki ordusu, Azərbaycan oğulları qorxmayaraq sonuna qədər öz vətəni üçün, torpağı üçün, öz namusu üçün, qeyrəti üçün döyüşdü və nəticəni əldə etdi həqiqətən. Belə.